Bana yadımdaydı. Nasıl onu qeyd eləməliyəm. Məlik Əmioğlu biraz orada uzaq oturdu düşdü məndən. Benim Bakırı'ya yakındır. Yine ki canlı yayım elə yine ula deşilsin siz. Onun zəhməti böyük ne barədə mən çox arzuluyordum ki, Novxanıda gedim Mehdi Hüseynzadənin atası, anası, bacılarının qəbrini ziyarət eləməyə. Neçə vaxt bundan qaba, bəlkə bir il bundan qaba olardı. Hələ gördüm ki, onun Facebook sayfasında bir dənə şəkil qoyulub, qəbir şəkili. Yazdım ki, Mehdi Hüseynzadənin anasının qəbridir. Zəng vurdum buna. Dedim ki, hardan dedim, mən tanıyıram, olmuşam. Dedim, bir də səndən xahişim var. Mən gedmək istəyirəm buram, bələdliyim yox, hansı qəbristanlıdır, ha tərəflidir. Məni apar. Apara bilərsən, donuş yaparsan. Doğrudan da deməyimlə, danışmayımız bir oldu. Yığıldı bir dəstə biz, onun rəhbərliyi ilə gəldik Novxanıya. Ne üçün mən orada bir şey də gördüm, çox maraqlıydı. Deməli, Mehdi Hüseynzadə atasının, anasının, iki dənə bacısının qəbri. Bacılarının qəbrində gələndə, baxırdığını belə də, bacılarının Fikə xanımdır bir adı, birində Hürriyyət. Onların şəkili də var, mərməri üstündə başlaşdı. Baxdım ilahi tərəfində hələ bir ki, dedim, bunlar mənə tanış gəlir. Yadıma ne tutsa yaxçıdır, hələ bir səhnə. Deməli, mən bu zonada 125 nömrəli məktəbdə oxumuşam. Məktəbin nömrəsidir. Orta məktəbində 8 ay orada oxumuşam. Biz 5'də 6'da oxuyurduq. Çox adamlar bunu bilmir. Çox maraqlıdır. 5'də 6'da oxuyurduq. Bizim o məktəb, o vaxt, Sovet vaxtı 125 nömrəli məktəb. Mehdi Hüseynzadənin adına idi. Ona görə də biz 4-5-ci sinifdə oxuyanda Mehdinin həlak olan günü, ya anadan ölen günü, ya həlak olan günü tedbir keçirdirlər məktəbdə, səhnədə. Mehdinin bacıları da yerde otururdur da. Sonra biz de bakırdık da uşaq idik də. Gördük ki, səhnələr ki var göstərilir Mehdinin gündəliyirlərdə göstərilir. Gördük Mehdinin bacıları ikisi də ağlayır. Mənim yadımda elə bir dünən. Orada çatanda şəkli görən kimi dedim, mən bunları tanıyıram. Hə, bilmedim ki, sən qəbirlər buradadır, rəhmətə getməklər. Yox, halda gəldi, düşdü mənim yadıma. Ona görə bax, Məlik Əmioğlu, sənə təşəkkür edirəm ki, bu addımı sən attın mənə. Qalıb, xəyaləyə də bir dənə qalıb ki, demişəm, Nuhbal Əmioğlu'da var yazır, çəkir burada. Demişəm ki, Mehdi abadı da Salsul 39'un kəndinin içində. Mehdi Hüseynzadə adın olduğuna görə ya. Bilmirəm, planda var. Var hacım. Həli ya. Həli bir şeylə söz bir dənə gün güzari, qonaqlığı da verərsiniz də. İnşallah.